Görürəm ki, bəzi insanlar üçün çox sadə məsələ mürəkkəb görünür. Deyirəm, Allah, nə cavab verim, nə deyim, nə izah edeyim? Axı, çətin bir şey yoxdur burada bunu anlamaq. Vallahi, hərdən adam lal olmaq istəyir, sakit deyansın ki, qoy özü başa düşsün. Vallahi, nə deyim axı? Nə başa salım? Nə var burada başa düşməməli? Nə üçün belə olur? Bəzən şəffaf məsələlərdə ağlın sözünə qulaq asmır, əməl etmir, ağıl gəlir, işdən düşür. Görmür, sadə şey görə bilmir. Məndən də izahat tələb eləyir. Axı, izah eləyib özümü də o məsələni də hər şey dəyərdən niyə salım? Cəmiyyətə də hörmətsizlikdir bu. Bəzi şeyləri cəmiyyətə izah eləmək ona qarşı hörmətsizlikdir. Uşaq bağçası deyil ki, yetkin insanlardır. Zəhmət çəksin, ağlını işə salsın, başa düşsün. Niyə görə filankəs müdafiə olunmalıdır? Niyə görə? Hər şeydə elə hər məsələni açıb aşkar qoyasan, qoymayın.